Fitrənin miqdarı və kimə verilməlidir? Ən aşağısı 3 manatdan başlayır adam başına. O şəxslər ki, imkanı yoxdur və fitrə çıxartmaq istəyir, 2 manat, 1 manat da adam başına çıxarda bilər. Amma o şəxslər ki, imkanı var və istəyir çox çıxarsın, heç bir eybi yoxdur. Adam başına 5, 10, 20, 50, 100 manat da çıxarda bilərsiniz. Bəs kimə verilməlidir? O şəxs ki, 12 imamın vilayətini qəbul edir, aşkarda günah etmir, narkoman, şərabxor, qumarbaz bu kimi günahları etmir, cəmiyyətdə fəsad yaymır və vacibatını əməl edir. Məsələn, namaz, oruc, hicab. Baxın, fitrənin qaydası, şərtləri bundan ibarətdir və fitrə vermək orucun qəbul olunmasına səbəbdir. Yəni, orucun qəbul olunmasının səbəblərindən biri də elə fitrəni çıxartmaqdır. Ola bilsin, sədəqə verirsən, hədiyyə verirsən, nəzir verirsən, onlar başqa, amma fitrənin şərti bundan ibarətdir. Bəziləri istəyir ki, bu fitrə zəkatı ilə il boyu heç nə etməyib, istəyir bununla bütün kasıbları, yetim yesirləri doyuzdursun. Amma bunun qaydası, şərti bundan ibarətdir. Adi vaxtlarda da adam zəkat verməlidir, xums verməlidir, sədəqə verməlidir, yardım eləməlidir, hədiyyə verməlidir, ehsan etməlidir. Amma fitrənin qaydası, şərti bundan ibarətdir. Gələn postlarda digər suallarınıza da cavab verər inşallah.